Heç də avar elədik. Maşın hava çəkdi. Kimin başına belə bir şey gəlsə bilsin də yəni. At belə içəri girir, çıxır. Sonra biraz boşaldırsan, sən eləyirsən havası çıxır. Bu xodlanmadı. Hər kəsə salam olsun. Mən gəlmişəm Samsuna. Buradan yükümüz var. Buradan yükləyəcəm Moskvaya. Heyf ki, yükümüz Peter'e olmadı. Yəni Maria ilə video istəyirdim il sonuna qədər gəlsin, amma alınmayacaq. Ona görə çünki Moskvaya gedirəm. Buradan yükümüzü alaq. Yolumuz Moskvaya olacaq. Yine Azərbaycan üzəri gedəcəm. Gürcüstanı keçəcəm, Azərbaycan keçəcəm. Buradan da Rusiyaya gedəcəm. Siz də kanala abunə olmağı, bəyənməyi, rəy bildirməyi unutmayın. Dostlarınızla paylaşın. Məni Instagramda da izləyə bilərsiniz. Maşını verdim bura, arxasına ama qapılar bağlı. Dedilər, xadin qoş, içəri soyusun. -18 dərəcə. İşləsin. Mən də qoşdum bir -18 yıxsın. Ondan sonra işləməyə başlayacaqlar. Çünki yükümü minus dərəcədə aparacam varsa, -18, -20 dərəcədə. Ona görə soymalıdır. İçəri soyuq olmalıdır. Temperatur yığdı içəri. İndi arxasını verdim. İçəri girəcəm. Balığın içərisinin temperaturuna baxacam. Onu da çəkəcəm. Yəqin ki onu da paylaşaram. Balığı bulursak bunun kalibresi, onun kalibresi var. Girdi herhalde, bilmiyorum, anlamadım ki. 111, 15, 16, 17, 18. Daha çıkar abi, 20'ye kadar çıkar. 19, 20. Çıxdım çöldə saxladım maşını. Xalataya qoşmuşam. Dedilər temperaturu 18'i alsın. Ondan sonra gedərsən gömrüyü yerinə, Zatamoşkaya. Akşama da oradan bırakacaklar. Səhərə qədər yəqin sürüb gəlib Hopaya çataram. Orada da avans götürəcəyik. Yolumuz Moskvayadır. Maşın hər yer kirlidir. Təzə qoyduğum spoilerlər təmizdir, gözəl görsənir. Maşın görüntüsü konkret dəyişdi, çox qəşəng görsənir. Hələ yulandan sonra vəxşi əla görsənəcək. Sənədlərimizi də götürdük yükləmə yerindən. İndi buradan gedirik Samsun limanına. Limanda da Zatamoşka olunacaq. Akşama doğru da oradan çıxacaq inşallah. Saat indi 12:10. Orada da gömrük işləri görülsün. Gecə də yolumuz Hopayadır. Gürcüstan gömrüyinədir. Gürcü gömrüyinə. Ora qədər səhərə qədər sürəcəm, yatacam. İnşallah yol boyu çəkilişlər eləyərəm. Gəldim elə burada taxolu kalibrasiya elətdirim. Dedim bateryasını dəyişmək, müayinə eləmək, hər bir şey içində 1600 TL. Varsa 60-70 manat civarında. Yaxşıdır. Azərbaycanda səhv eləmirəmsə 120 manat eləyirlər. Rusiyada da 3000-3500 eləyirlər. Elə eyni qiymətdir Rusiyada. Elətdirək inşallah görək.
yerində deyim ki, məsəl lazım olsa elətdirə bilər. Samsunun çevrə yolu deyirlər də, yəni ABS eləyəndə üzü Merzifona gedəndə 8-10 kilometrlikdədir. Burada 2 dəqiqə ərzində edir. 10-15 dəqiqə vaxtınızı alır. KHK motorlu taşıtlar belə bir adı var. Motorlu araçlar. İşte iş bitti. Pulunu da ödedim. Şimdi buna da nakliyeka yapıştırsın. Bu işi gören adamın adı Turgay'dı. Turgay abidir. Düzeltti. Çek karşılık 1750 TL. 150 TL'de çeki aldı. Bitti. Yolumuz yol devam ediyor. Sağ olun. Kağızı da aldım. Çok gedirəm. Sağ olun. Mahmut kardeşimiz de like atmayı unutmayın arkadaşlar. sağ olasın. Mahmut kardeşimiz de Turgay'ın çırağı. Köməkçisi diye de yanında işləyir. Çelik. Buradan rahat çıxın. Buranın yolu biraz pis. Palmaların arasında gedirik. Limana az qalmışıq. 3 kilometre yolumuz qalıb. Və yuxarımızda kanat var. Kanat keçir. Burada heç kanat olduğunu bilmirdim mən Samsun'da. Güzel yerdə. Düz dənizin qırağına qədər sürəcəm, orada saxlayacağım. Orada gömrü işləri olacaq. Heç də avar elədik. Gəldi girdi altıma. Gəldi girdi altıma, heç nə indi polis də çağırmaq lazım, bilmirəm. Mən buradan döndürəm öz yolumla. O da bax oradadır. Buradan altıma girdi, burada əzildi. İndi polislər çağırdım, gəlirlər. Adam buraya var. Qəza elədiyim maşın Samsun Spor'un futbolçusu Tony'dir. Onun maşını, ona maşının Türk nömrəsi deyil, Hırvatistan nömrəsidir. Mən də Azərbaycan görüm necə olacaq, nə tür olacaq. Nə bacardım çəkəcəm. İnşallah ki, burada qalmaq məcburiyyətində qalmaram. Bilmirəm, sigorta burada pul uzadı, necə verir. Çünki məndə günah yoxdur. İnşallah yaxşılar. Polislər gəldilər, yazdılar, pozdular. İndi gömrüyə gedəndə mən Hopadan raporu alacağım. O rapor da yəni ki şeydir. Kim haqlı, kim haqsız o göstərəcək. Ondan sonra sigorta əlaqə saxlayacağım. Qəza da budur. Mən belə gedəcəm Azərbaycan tərəf. Bu sınıqdır, bunu bilməm. Nətəsə bura birləşdirəcəm, elə sürəcəm. Bu qırılıb təmiz. Bu qırılıb. Işıklarda arabayı vurdular. Yeni mi? Ha, orada dönen zaman Samsun Spor'un futbolcusu vurdu. Tony. Porsche ile vurdu. Ne yaptınız ya? Tutanak tutuldu. Benim burada kalma vaktim yok. Aparmam lazım. Kendi cebimden yaptıracağım. Öyle deyip de bir 5 lira. Vermedi ya. Vermedi. Başta yəqin ki bunu argonladaram. Bunları da argonladaram. Baxacam. Baha olmasa, dəyişdirəm, olsa argon vurduracam. Rusiyadan da bunu alacağım. Ayak altını da alacağım. Ayak altı sınıf çünkü. Göstərim orada. Paramparça olub. Burada limandır. Samsun limanı. Gömrü işleri burada olur.
Görün necə bağlayıram bunu. Bacardığım qədər düzəltdim. Buradan bağladım. Buradan bağladım. Buradan da bağladım. Buradan da bağladım. Şimdi bunu üstüne keçirdəcəm. Ayağı altı heç qalacaq elə, amma bu üstüne keçirəcəm. Qabağı biraz düzgün görsənəcək. İnşallah gedək Rusiyaya qayıdaq. Gəlib Azərbaycanı düzəltdirəcəm. Bitirdim. Əllərimi falan yudum. Belə oldu. Heç qəza olduğu bilinmir. Bir dənə buradan ayak koyulma yer yoktu. Vəssalam. Yəni bu qaldı. Buraları bundan bağladım. Buradan da bağladım ki, bu da düşməsin. Yerlənir düzdür, amma yəni düşməz. Qalar orada. Beləsə yola davam eləyə bilərik. Əsas odur ki, yola davam eləyə bilim. Hadisə deyimdə necə oldu? Siftafordaydım. Sol tərəfdə dayanmışam. Orada 2 dənə zolaq var. İkisi də sola dönənlər üçündür. Oradaydım. Sola yavaş-yavaş dönməyə başladım. Özə heç böyük bir döngə də götürmədim. Çünki orada sola dönmək rahatdır. Risk bir səs eşitdim. Çünki biz aşağını görə bilmirik də. Tam mənim yanımdan, öz zolağından deyil, mənim zolağım üstə dönməyi istəyib. Vurdum onu. Prosta elə bir şey oldu ki, onun maşının krolosu dəydi. Yəni bərk olan tərəfi dəydi. Ona görə də məndə də tırda həmin hissələr plasmasdır. İçəridə alüminiumdur fara oturduğu yerdə. Biraz sıxılan kimi sınırlar olar. Amma çöldükdə plasmasın, onca hamısı qırıq-qırıq oldu. Onun maşına heç bir şey olmadı. Sonra bir nəfər gəldi BMW ilə. Dedim, sən kimsən? Dedi, mən danışmanım. Dedi, danışmanım, tercümanım, böyle bir söz dedi. Çünki səndə mənim maşına dəyən şeymiş, futbolçuymuş. Türkiye'nin Samsun Spor'un futbolcusu Tony idi. Neyse de polis geldi, tutanak tuttular. Şimdi şeyi götüreceğim. Ya bugün ya sabah Hopa'dan götüreceğim şeyi. O raporda yani kimdir səbəbkar. Ondan sonra sığorta bunlarda başqa cürdür. Maşını aparıb düzəltdirirsən, həmin şirkətə sığorta pul ödəyir. Mən də burada düzəltdirməyəcəm deyə cibimdən düzəldəcəm və salam. Yanıma Azərbaycan soru şoförü gəldi deyə dayandırdım. Opşimdə beləsinə ya buradan çıxanda ya da Hopa'dan gedib raporu götürəcəm. O raporun da bir xeyri yoxdur onsuz da. Raporun bir xeyri yoxdur. Çünki burada düzəltdirməliyəm, burada qalmalıyam, onu da eləyə bilmərəm, vaxtı yoxdur. Heç də öz cibimdən düzəltdirəcəm. İndi nə bacardım elədim, yığdım qabağın ki, yolda mənə ilişməsinlər. İndi Moskvaya gedim, orada hər şey alım, gələndə Azərbaycanı özüm düzəldəcəm. İnşallah. Hadisələr olur, bu yollarda həmişə beləcə problemlər ola bilər. Ona görə hər şeyə hazırlı olmaq lazımdır. Mənim dayandığım yer limandır. Deməli, burada tırlar gəlirlər, növbə gözləyirlər, gəmiyə minirlər, fərqli ölkələrə gedirlər. Hər yerdə pirceplərdir. Hamısı növbə gözləyir. Məsələn, burada bir dənə gəmi var. Arxası açıqdır. Bunların içinə gəmilər minir. Gedir ünvanına çatır gəmi. Oradan da limanda təzədən boşaldı. Hamısı işləyir. Bilməm, bir də ərazidə video çəkməyə icazə verirlər yoxsa yox. Mən özüm də ilk dəfə görürəm bu gəmini yaxından. Heç vaxt görməmişəm. Bilməm, bu gəmi deyəsən tır daşıyan gəmi deyil. Bunun içərisi balacadır. Biri buradadır, biri də buradadır. Eşək. Amma bunlar balaca gəmilər, bəlkə bilmirəm. Orada daha yekəsi var. Lider Express yazılır. Yəqin ki, bunlar hamısı tır daşıyırlar. Burada eskalator işləyir. Ekskavator. Bura Qaradəniz. Gəmilər çox böyükdür. Heç var gəmilər yaxından görməmişəm bura. Elə yəqin ki, elə buradadır. Pircep daşıyan gəmilər. Çünki burada yük maşınlar dayanıb onları daşımaq üçün. Getdim, soruşdum, video çəkmək içəridə olmaz. İçəri adam da buraxmırlar. Deməli, bir bu, bir də bu.
Bu ikisi təkcə prinsepləri aparır. Yük gəmisidir. Amma o tərəfdə Yekəl Lider Express yazılan tırı zbor aparır, bütöv aparır. Çünki o deyir yolcu gəmisidir. Yəni insanlar da olur onun içində. Yemək falan, yaşamaq, qalmaq üçün yerləri var. Görüm onu da yanına gelib çəkə bilsəm, çəkəcəm, göstərəcəm. Maraqlısı bilirsiniz nədir? Bu boyda gəmi bu suyun üzərində necə qalır? Yəni, problemsiz necə qalır bu boyda gəmi burada? Çox maraqlı. Deyim, o birisi mənə bərabər yükləyən maşın atdım, o da buradadır. Eva bu gəmiyə zbor minir. Buradakı maşınlar. Amma bunlar heç bir başlıqları yoxdur, tekasları yoxdur. Burada zbor minirlər, aparır. Bu 100% mənlə bərabər yükləyən maşında nömrəsinə baxmamışım onun. Baxın görüm odur. O olmalıdır. Böyük ehtimal odur. O da Kronu idi. Ha burada. Bu gəlib burada saxlayır. Mənimlə bərabər yükləyən Türk maşını budur. O mənə demiş ki, gedim saxlayacağım orada, gedəcəm evə. O buralarda qalır, yaxın qalır. Mən görək də, indi görək ne indirik. Sənədlərimizi nə vaxt verirlər. Sənədlərimizi versinlər, çıxaq. Sənədlərimi bayaq almışdım, çıxışa icazə verilməmişdi, onu gözləyirdik. Çıxışa indi icazə verildi, saat 9'a 20 dəqiqə qalıb. Çıxıram buradan, çıxım, gedim. Yolum Hopayadır, 550 km olmalı səhv etmirəmsə buradan. Gedək səhərə qədər sürəyə çataq. Yuxu yatmamışam. İnşallah ki, sürüb çatdıra bilərəm ora qədər. Sürüb çatım, gecə sürmək yaxşıdır, yollar boş olur. Svetoforlar işləmir. Gedək çataq, görək. Oradan da avansımızı alaq, keçək Gürcistana. Mən gəldim, çatdım Hopaya. Saat bu dəqiqə 04:28'dir, yəni 5'in yarısıdır. Çatdım Hopaya, yatım. Sabah avansımı götürüm. İnşallah gelib girəcəm gömrüyə. Mən bilirsiniz ki, skarapor yük vurmuşam. Yəni sıra gözləməyəcəm. Sadəcə olaraq girib növbəmi götürəcəm və çıxacam. Ondan sonra canlı növbə, ondan sonra Gürcistan. İnşallah. Mən yatım. Bugün 26'dır. Sadəcə 16:18'dir. Mən canlı növbədəyəm. Yadınızdadsa sizə demişdim. Türkiyə təbii keçəndə ki, yolun qırağında burada canlı növbə olur. Mən oradan gedəndə buranı çəkmişdim ki, burada canlı növbə olur. Gəlib bu canlı növbədə dayanacam məndə. İndi canlı növbədəyəm. Yolumuz Moskvayadır. Təkrar yadınıza salım. Növbə keçən sonra keçəcəm Gürcistan tərəfə. Oradan da inşallah axşam səhərə qədər gelib çatacam Qırmızı Körpüyə. Keçim Azərbaycan tərəfə. Dünən mən Samsun'da qəza eləmişdim, yadınızdadırsa. O qəzanı deməli Samsun haberi deyilən bir səhifə var Instagramda. O da paylaşmışdı. Görüm silinməyibsə statusdan. Onu göstərim sizə. Bir saniyə telefon. Orada internet əla tutur, ona görə biraz çətin olur. Set yoxdur, amma telefonun özünə yükləmişim həmin xəbərləri. Onları göstərim. Biri buydu. Biri buydu. Bunu kimsə paylaşmışdı. Samsun haberde o paylaşmışdı. Biri də budur. Yəni Türkiyədə bir sözlə məşhur oldum. Gəldiyi xəbərlər də çıxdı Türkiyədə. Maşın qabağını elə o gün yığdığımda elə sizə gətirib gəlmişəm, çatmışam bura qədər. Görək. Azərbaycan keçən gün bir dənə onu arqonladım. Qalsın o kalçuk hissələr, onları da Moskvada alaram inşallah. Heç nə, növbədəyəm, növbəm qutarsın. Davam eləyəcək. Düz bəlkə də bir 5 saatdan çoxdur canlı növbədəyəm. Yoruldum, vallahi yoruldum. 2
2.8 2.6 km növbə var idi. İndi bu dəqiqə gəlib gömrüyün ağzına çatmışam. Birazdan gömrüyə girəcəm. Keçsəm Gürcistan tərəfə. Oradan malı həkim yoxlanışına gedəcək. 3-4 saatdə orada yubanacam. Ondan sonra üzümüz olacaq qırmızı körpü gömrük keçid məntəqəsinə. Bax, bilməm nə dövdü görsəniz. Saat gömrüyü yazdı. Satmışıq. Bir qabağımızda 1-2 maşın var. Onlardan sonra mən də gələcəm gömrüyə. Axır ki gömrükdən çıxa bildim. Təsdiq olanda olur da, davamlı olur da. Təsəvvür edin ki, qabağımda bir dənə gürcü maşın dayanıb. Nəsə onda problem var. Mənim üstümdə bir 20 dənə maşın getdim. Mən amma qaldım onun arxasında. Axırda onu geriyə qaytardılar. Ona görə bir saat rahat yalandan dayandım mən navesin altında. İndi çatıram, burada həkim var, doktor var. Ora burada Batumun gezisi var da, rastlamış gezi. Gezəm ora malı yoxlayacaqlar deyəsən. 2-3 saatda oradan çıxıb yolumuz olacaq qırmızı körpüyə inşallah. Buradan girəcəyik içəriyə. İndi o tuş maşın girdi. Mən də sənədlərimi verib girəcəm içəriyə. Həkimdən çıxdım. Daha doğrusu indi çıxıram. Demişdə 3 saat çəkir, amma heç o qədər çəkmədi. 1 saat, 15-20 dəqiqə çəkdim. Burası getdim, kofezat aldım ki, indi yol gedəcəm. 250 km sürüm, orada Qomi var. Qomiyə gedim. Orada mənim pulum qalmışdı. O pulumu götürəcəm. Biraz da Salyanka vuracam. Sonra yolumuz qırmızı körpüyədir. Səhərə qədər yolumuz var inşallah. Saat bu dəqiqə. Bu yollar 12-dir. 6 saat da yol var. Təqribi. Baxarım da yuxum hara qədər çatdırsa ora qədər sürərəm. Səhər saat 7-dir. Mən gəldim, çatdım qırmızı körpüyə. Növbəyə girdim. 2 saat vaxtım var. 1 saatdan sonra çıxacam növbədən, girəcəm gömrüyə. Yatım dincəlim 2 saata. Ondan sonra keçək Azərbaycana. Azərbaycanda sənədləşməyə sonunda rahat yataram. Yatmamışam, ölürəm yuxu üçün. Oyatdılar mənə yuxudan ki, növbəni çatıb. Yəni növbə çatıb deyər, o 2 saat gözləməlisəm. 2 saatdan sonra növbə gəlir. Orada sizə bir dəfə göstərmişim, monitorda maşın nömrəsi yanır. İndi eləcinə çıxaq inşallah çöldə növbə olmaz. Tez qapının ağzına qədər gedərik. Çıxanda görəcəm. İndi sizinlə bərabər baxaq görək canlı uçuyatda çox maşın var, yoxsa yox. Məncə heç maşın demək olar yoxdur. Azdır. Düz elə 3-4 dənə maşın var, nə yaxşı. Tez gedək. Neytralda yəqin çox qalarıq, çünki neytralda Azərbaycanda persimenkadır, növbə dəyişmə vaxtına düşürük ona görə. Saat 11:01-dir. Hardasa 2 saatdır da yəni çıxmışam parkdan. İndi Gürcünün yoxlanışına girəcəm. Qabağımda 2 dənə maşın var. Persimenkaya düşdüm deyə belə gec oldu. Görə yəqin ki, neytral boş olmalıdır. Çünki maşın buraxmadılar da, ancaq biz qaldıq, elə gözlədik. Ora Gürcünün gömrüyün çıxışıdır. Yəni orada sənədləşmə ilə buraxırlar. 2 sıra maşın gedirik. Sağdan gedir, sol, bir də buradan gedir. Artıq neytraldayam. Gözləyirəm. Kiməsə şey gedir. Rolls-Royce Pullman gedir. İndi qabaqda Azərbaycan bayrağı var, amma külək yoxdur, görsənmir. Qardaş neytralda acıdır. Qəşəng özü üçün yemək hazırlayır. Görün, göstərə bilsəm göstərəcəm. Açıb mətbəxini, qəşəng yemək hazırlayır. Mənə də təklif eləyib. Mən də acam. Amma deyirəm lazım deyil. Azərbaycanlıyıq axı. Heç nəsə götürmürük. Qardaş sağ olsun, qəşəng hazırladı orada. Mənə də bir pay verdi. İstəmirdim, məcbur verdi. Amma səni çox daddı da. Acından da ölürdüm. Qabağında 2-3 dənə maşın qalıb. Keçəcəm Azərbaycana. Mənə nuş olsun, göz haqqınızı halal eləyin.
Saat 12:11-dir, yəni 3 saat əvvəl parkinqdən çıxmışam. İndi hələ neytralda axıncı maşınam. Azərbaycan gömrüyü girişi. Bayrağımız. Maşın hava çəkdi. Söndü Azərbaycan keçəndən sonra. Prakatika eləyim, ondan sonra görək, kodluyum. Heç olmasa Azərbaycanda oldu. Prakatika eləyim, kodluyum. Görək başımıza nə gəlir. Orada qalmışam, faranı da artır buradan. Bağlamışam deyə. Aləm də bir-birinə bilməyir. Yəni salamat çıxsaydım. Deməli, kimin başına belə bir şey gəlsə, bilsin də yəni. Bu prakatikadır, bunun özüdür. Bunu fırlayırsan belə açılır. Başdan belə eləməyə. O göstərim. Açdım bunu. Belə içəri girir, çıxır. Belə eləyirsən. Sonra bunu biraz boşaldırsan, silindir. Boşaldırsan, eləyirsən, havası çıxır. Bunu sonra boşaldırsan, eləyirsən, havası çıxır, bağlayırsan. Bir-bir eləyirsən, indi mən 3 tanesini eləyə bildim. Çünki o birisləri əlim çatmır. İndi vuracam. Xodlanma vaxtı qazı bas saxlayacam ki, o birislərin havasını özü çıxartsın. İndi sizə göstərəcəm, bilməm necə göstərəcəm, amma göstərəcəm. Baxın, indi açarı vurduğum zaman qazı bas saxlayacam. Bu xodlanmadı. Bilmirəm niyə. Belə bir şeyin baş verməsi də pis şeydi, Allah haqqı. Bütün yoruldum. Onsuz yuxarı yatmışdım, yorğunluq. Zapravkanın düz yanındayım. Orali koy zapravkadır. Zapravka eləyim. Sonra gim sənədlərimi götürüm. Axşamınız xeyir. Saat 10 tamamdır. Gəldim, mən çatdım Bakıya, stayanka saxladım. Veşlərimi yığıram. Vlogumuz bura qədərdir. Kanala abunə olmağı, like eləməyi, bəyənməyi, rəy bildirməyi, paylaşmağı unutmayın. Dəstək olun mənə ki, böyüyək, bir böyük ailə olaq. Mən də bacardığım qədər sizin suallarınıza cavab verməyə çalışıram. Özünüzdən müğayət olun. Sağ olun.